Azərbaycanın sabiq Xarici İşlər Naziri Tofiq Zülfiqarov Ermənistan və Zəngəzur dəhlizi ilə bağlı diqqət çəkən paylaşım edib. Publika az xəbər verir ki, keçmiş nazir ABŞ dövlət katibi Marco Rubio'nun Zvartnotsa hava limanına səfərini Ermənistanda seçki qabağı dövrün ən mühüm hadisələrindən biri kimi qiymətləndirib. Tofiq Zülfiqarov bildirib ki, Zəngəzur dəhlizi məsələsi və baş nazir Nikol Paşinyanın Vaşinqton qarşısında götürdüyü öhdəliklər artıq ABŞ prezidenti Donald Trump administrasiyasının Ermənistan siyasətində əsas göstəricilərdən birinə çevrilib. Onun sözlərinə görə, Paşinyanın həm Fransa prezidenti Emmanuel Macronun dəstəklədiyi Avropa İttifaqı ilə, həm də Kreml dairələri ilə paralel siyasi oyun aparması Vaşinqtonun İrəvana sərt və açıq mesaj göndərməsini zəruri edib. Sabiq nazir paylaşımında ABŞ tərəfinin əsas mesajlarını belə sıralayıb. TRIP layihəsi Donald Trump üçün imic layihəsidir və onun uzadılması qəbul edilməzdir. Emmanuel Macronun Ermənistandakı imperiya ambisiyaları yersiz sayılır. Kremlin layihəyə qoşulmaq və sərhədçilər vasitəsilə təhlükəsizlik sistemində yer almaq cəhdləri İrəvan, Tehran və ya Moskvada deyil, Vaşinqtonda müzakirə edilməlidir. ABŞ-nin İran sərhədində hərbi mövcudluğu yaradılacaq. Bu şərtlər ya Nikol Paşinyan, ya da onu əvəz edəcək qüvvə tərəfindən icra olunacaq. Tofiq Zülfiqarovun fikrincə, Zəngəzur dəhlizi məsələsi artıq yalnız Ermənistana deyil, həm də onun açıq və gizli tərəfdarlarına qarşı siyasi təzyiq alətinə çevrilir.